Davam edirik. Sıradakı sujetlə istəyirəm davam eləyək. Salyandan danışacağıq. Son vaxtlarda havaların küləkli olması balıq bazarlarına, xüsusən də qiymətlərə ciddi təsir eləyib. Əməkdaşlarımız məsələni öyrənmək üçün üz tutublar Salyan bazarına. Görüblər ki, balıq yox deyiləcək qədər azdır. Qiymətlər isə havada oynayır. Gəlin ətraflı sujeti izləyək. Boş qalan piştaxtalar, azalan balıq, artan qiymətlər. Görüntülər Salyan balıq bazarındandır. Satıcıların sözlərinə görə havaların küləkli olması balıqçıların dənizə və kanallara çıxmasına mane olur. Nəticədə bazara gətirilən balığın həcmi kəskin azalıb. Bayramqabağı yaranan bu vəziyyət həm satıcıları, həm də alıcıları narahat eləyir. Balıq yaman yoxa çıxıb. Balıq heç yoxdur ki, arasında bir də yesinlər. Dəriya qurub, neçə vaxtdır, bir həftədən çoxdur, küləkdir, qırğındır. Ona görə heç dənizdə balıq yoxdur ki, 3 dəqiqə gətirirlər, 2 dəqiqə gətirirlər. Balıq yoxdur ki, alırlar, satırlar. Qiymətləndi, olsa əgər ucuz olar. Yoxdur da, yoxdur bahadır. Küləklə əlaqədar olaraq balıq az gəlir də. Küləkdir, ona görə balıq az gəlir. Qiymətlərə təsir eləyir, hə. İndi necədir qiymətlər? İndi qiymətlər balaca qalxıb da elə bir. Balığın qiyməti hazırda neçədir? Kül balığın qiyməti 15-ə var, 20-yə var, 30-a var. 30-a var. Hə, hər cürə qiymətlər var. Balıqların qiyməti qalxır da yəni. Qalxır, bəli. Azıq belə ki, az. Ən baha balığın qiyməti indi hazırda bazarda neçədir? Ən baha balığın qiyməti 30 manat. Alıcılar da yaranan vəziyyətdən narazıdır. Onların sözlərinə görə bir neçə gün əvvəl 15 manata aldıqları balıq indi 20-25, hətta 30 manata təklif edilir. Balıq çox bahadır. Bayramla əlaqədar, nə əlaqədar bilmirəm, amma 30 manata durub piştimi almaq olmur. Əvvəllər 15 manata alırdıq, 12 manata alırdıq. İndi 15 manat, 18 manat arası dəyişir. O da cəmaatın imkanı yoxdur. Bayramqabağı biraz da qiymətlərin artımı ola bilər. O söhbətsiz, qaçılmazdır. Yəni ki, o mümkün olmasın ki, bayramda qiymət qalxması. Qeyd eləyək ki, hazırda Salyandakı balıq bazarında kütümün 1 kiloqramı 30 manata, çəkinin kiloqramı 8-10 manata, ilan balığının isə bir ədədi 3 manata təklif olunur. Alıcıların sözlərinə görə bayram yaxınlaşdıqca balıq qıtlığı qiymətlərin daha da artması ilə nəticələnəcək.